Famili zəhmət olmasa. Xoş gəlmişsən Famil, xoş gördük, necəsən? Görüşərsən canlı yayımda. Buyur mikrofonu. Famil bir mühüm məsələləri açıqlamaq üçün gəlib. Bir neçə dəqiqə diqqətlə qulaq asan Familə. Sakit olaq, xahiş edirəm. Tanış Famil həm bal ekspertidir, həm bu işin kitabını yazan bir insandır, həm də ki imzası olan bir insandır ki Famil. Famili bir eşdə, Famil balla bağlı dedim sən bir məlumat. Necədir indi? Saxta balları gördükdə ötən gün sosial mediada nələr yazıblar? Buyurun. Salamlayıram hər kəsi. Amil bəy, təşəkkür edirəm məni dəvət edibsiz. Bu cür ciddi məsələlər fonunda, bu cür talih yüklü məsələlər fonunda balla bağlı biraz qəribədir. Amma bal da bizim həyatımızın ayrılmaz bir qidasıdır. Ona görə bu haqda az da olsa fikirlərimi söyləmək istəyirəm. Söhbətə şirinlik qatmaq lazımdır. Bəli, bəli. Sözü balla kəsirəm ifadəsi bəlkə də elə buradan yaranıbdır. Bal ümumiyyətlə sağlamlıq üçün ən vacib qidadır. Və bir məsələni deyim ki, burada qısa çıxışım olacaq deyə hər şeyi özət şəklində demək istəyirəm. Yəni, bal xarlamalıdır. Balla bağlı ən çox şikayət olunan məsələ, bal xarladısa biz onun keyfiyyətsiz olduğunu deyirik. Ondan başqa balın özünə məxsus spesifik ətri olmalıdır, dadı olmalıdır. Və əsas məsələ güvənilir bir insandan bal almaq. Yəni, balla bağlı bayaq da vurğuladım, bir neçə kitab müəllifi, məqalələr müəllifiyəm və ən əsas məsələ balın təbiiliyi xüsusiyyətinə insanlarda ən vacib keyfiyyət inandırma psixologiyası. Yəni, bir insan sənə inandısa, o sənin alıcın olur. İnan qazanmaq üçün də illərin təcrübəsi lazımdır. Bizim təsərrüfat ölkədə ilk 5-likdə dayanan ən böyük təsərrüfatlardan biridir. Təbii ballar. Bəli. Sizin bundan əvvəlki verilişinizdə də balla bağlı xüsusi reportajımız olmuşdu. Bəli, mən o saxta balları gördüm. Saxta ballar marketlərdə çoxdur və bu yaxınlarda onların təxminən yarısı yığışdırıldı. Bal adı yazılır, altda qısa şəkildə aromat yazılır və insanlar çaşır. Bundan başqa balla bağlı insanların son vaxtlar kifayət qədər informasiyası var. Yəni, bugün artıq balın xarlaması və bir çox balla bağlı xüsusiyyətlər insanları özünə çəkir. Mən istəyirəm balla bağlı qısa bir məlumat verim. Qısa, buyur. Balın arının psixologiyası, balın arıçılığın psixologiyasıyla bəzi məsələlər o qədər oxşar. O məsələ yox, bax Famil. Saxta baldan cəmaat qurtarmaq istəyir özünü. Çünki kəşər xəstəsi var bunu, müəyyən miqdarda o da qəbul edə bilir, ziyanı yox və s. Orijinal ballar bilirəm, sizdə var, bu işin peşəkarısınız. Bəli, bəli. Yenə də var, istehsal edirsiniz və birbaşa təbiətdən. Daha o aparatlardan yox. Yox, bizim təsərrüfatla bağlı mənim YouTube kanalım var, Famil Madatov. Orada mənim bütün çıxışlarım orada öz əksini tapıb. Bütün təsərrüfatı əks etdirən görüntülər, balın xüsusiyyətləri, arının 8 adda məhsulu var, artıq onun 7-si bizdədir. Tək arı zəhərini biz istehsal etmirik, çünki onun alıcılıq qabiliyyəti yoxdur. Arı zəhəri nədir? Arı zəhəri arının sancması nəticəsində insanın bədəninə daxil olan o vacib element. Arı zəhəri Sovet dövründə və Sovetin dağıldığı dövrdə çox geniş istifadə olunurdu. İndi də tibbdə, nəyə xeyri var onun? Ümumiyyətlə, bütün xəstəliklərin müalicəsində, immunitetin gücləndirilməsində, yəni arının ən faydalı məhsulu arı zəhəridir. Amma bir çox insan arının sancmasından qorxur. Satırsınız. Onu satmırıq, onu bizim təsərrüfata gəlib bizim arıların sancmasından belə dolayısıyla faydalana bilər insanlar. Maraqlı. Bir saniyə söz verəcəm. Kimlər arı belə təbii bal almaq üçün hara müraciət eləsin? Nömrənizi deyək zəhmət olmasa. Ümumiyyətlə, məni tanıyanlar tanıyır, tanımayanlar da əlaqələnir. Nömrəm... Hər halda bura gəlmisənsə, istəyirsən ki, yəni zəhənlər olsun və bu sifarişləri qəbul edək. Nömrəm 055 854 80 88. Zəng gəlsinə, Famil şəxsən özü. WhatsApp nömrəm var mı burada? Bəli, WhatsApp nömrəm də var, internetdəki saytım da var. Və bircə dənə məsələni vurğulayım. Arının xüsusiyyəti ilə siyasətin xüsusiyyəti o qədər uyğundur. Məsələn, Çingiz xanın siyasətində 10 başı, 100 başı, 1000 başı deyə ordu bölünürdü. Yəni, 10 başının bir üzvü əgər tutulursa, digər 10 başı onu xilas etməsə, onun hamısı öldürülməli idi. Və 10 başı da xilas olmayanda 100 başı onları xilas etməli idi. Onlar da xilas etməsə, onların da hamısı öldürülməli. Və beləcə ciddi şəkildə ordu güclənir və bütün dünya hərb tarixini dəyişib bu. Bu arıdan götürülübdür. Arının bir təhlükə görəndə bir arı hücum edir. Əgər o arı hücumu dəf edə bilməsə, sancır
və arı ailəsinə dönür ki, yəni mən zədələnmişəm, digər arılar gedir. Famil, Və təşəkkür bu davamlı edirəm. bir proses şəklində gedir. Bunu mən belə deyərdim ki, hətta o erkək arılar, biz davam edirik, zəhlər hazır olsun, erkək arı o qutuda heç bir iş görmür də. Bəli, görmür, mən sizin verilişlə onu elə bağlaya bilərəm ki, düzdür, biraz qalmaqal yarada bilər. Erkək arının bir funksiyası var, ana arının mayalandırılması. Ondan sonra erkək arının heç bir funksiyası yoxdur. Bəzi ailələrdə də belə məsələlər olur. Nəysə, Famil, təşəkkür edirəm. Amma erkək arı sadəcə qadınlar, belə dişi arılar erkək arının məhəbbətinə görə, bunu belə demək lazım idi, sevgisinə görə onlar ona dözürdü ki, nədir? Bir dəfə o sevgini görəcəklər. Təşəkkür, Famil'i alqışlayaq, sonra Famil, təşəkkür edirəm, minnətdaram.